Nə inirsən sən? Getdi gül kimi maşın. Salam aleyküm qardaş. Buyurun əlinizi spirtləyin. Xəstəsən sən? Yox, qız bürcüyəm. Nə dəxli var ay xanım? Deyirəm ki, maşının arxası yoxdur. Vay! Bəs sən niyə arxası olmayan maşını alıbsan ki? Ay Allah, sən özün kömək ol. Xanım, deyirəm ki, maşını arxadan belə vurmusunuz. Hə, sən onu deyirsən? Qardaş, nə olur bağışlayın məni, mən çox həyəcanlıyam. 2 dəfədir qəza eləyirəm. Şey deyə, özü sən niyə işıqda keçirsən? Ay xanım, mən yaşıl işıqda keçmişəm də. Olsun da, o da bir işıqdır. Xanım, elə bir şurubunuz əski idi. Yox, sən vəbşi düz gedirsən, işığı yandır ki, düz gedirəm. Və mən harda bilim ki, sən düz gedirsən? Ay xanım, sağ var, sol var. Sağı yandırmaq olur, solu da yandırmaq olur, amma bu içinə bəhməz düzü yandırmaq olmur. Mən kimə nə izah eləm? Ay xanım, bir dəqiqə bax bir şey. Sizə pravını kim verib? Dayım ad günümü alıb. Ay xanım, qapını aç düş aşağı. Bir günahın da var, dilində 2 metri. Nə deyirsən, sən vəbşi? Özün düş aşağı. Sözün var, düş aşağı de. Ay xanım, dolamısan, mən aşağıdayım da bundan artıq nə varım? Bax, bir dəqiqə polis çağırıram. Hə, əcəb eləyirsən. Mən də indi sığortanı çağırıram. Maşımın qabağı 2 gündədir. Xanım, başa düşdüm, sizin maşınınızın qabağı gedib. Amma arxadan gələn sizsiniz. Qanunlara əsasən isə siz ara məsafəsi saxlamadığınıza görə cərimə düşür. Başa düşürsüz? Bu sərdən denəndə mən nə bilim ki, belə şeylər var. İş nədir, o şeydir. Ala bunu şey eləyərsən. O deyil. Çəkmədən hadi yaxşı.